İzləyicilər bir daha salamlayırıq. Bu gün də Xırmandalı kəndindəyik. Biləsuvarın ən böyük kəndlərindən biridir. İlk öncə başımızın tacı olan qanı ilə tarix yazan, torpaq altında yatıb torpaqları geri qaytaran, vətəni üçün canından keçən, öz arzularını yarımçıq qoyan və bu gənclərin gələcəyi üçün öz canlarını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə Allah şəfa versin, veteranlarımıza can sağlığı. Sürəyli bayraq altı, əldə silah, şərəfsiz ermənləri bir addım torpağımıza bırakmayan və bizi mühafizə edən, biz rahat, sərbəst, azad evdə oturmağımızı bizlər üçün bəxş edən əskərindən zabitinə kimi ordumuza eşq olsun, Allah saxlasın deyirəm. Bu günləri hər zamandakı kimi, haqqın yanında olduğu kimi, bu gün də yenə haqq yanındayıq. Xeyirxalq işlərdəyik, gözəl bir işlərdəyik. 1 manat təmənna güdmədən, 1 manat heç kimdən götürmədən yenə də xeyirxalq işlərinin dalıca gedirik. Sizlər suab qazandıqca 1%'ində biz qazanırıq. Vallahi. Gəlin, cəm olalım, bir olalım, torpaq necə azad etdiksə, hər bir işin ötəsində də cəm olub, bir olub, o işin ötəsindən gələrik. Vallahi gələrik. Bax, bu günləri Xırmandalda Məryəm xanımın evindəyik. Allah ömür versin, ev tam təhvil hazır olsun, təhvili verək xalqın köməyindən. Bax, bu günləri biz Xırmandalının gözəl insanlarından biri Aptek Tərlana təşəkkürümüzü bildiririk. Necə gözəl bir insandır ki, öz işində olaraq, hətta ora gələn insanlardan dəstək istəyərək Məryəm xanımın evinə 105 manat məbləğində pul yığıb. Bax, burada məbləğlər 2 manat, 2 manat, 2 manat, 20 manat, 7 manat, 1 manat, 5 manat, 1 manat, 2 manat, 1 manat, hamısı bax buradadır. Hamısı buradadır, bax. Cəllabat dərman firması, usta ziyafət, hamısı da buradadır. Siyahı bizim əlimizdədir. Burada kimlərin adı var, təşəkkürümüzü bildiririk. Valla bir şey deyək, heç kimə minnət qoymayaq. Onu görür ki, bizi Allah yaradıb. Allah bizi yaradıb, boynumuza minnət qoymadan. İblə günahlar edirik. İblə günahlar edirik. Yenə Allah bizim çörəyimizi kəsmir. Hamını bərabər şəraitdə yəni çörəyin göndərir. Biz də gələyik. Kimlərin sayəsində, xalqın köməyinə kiməsə dəstək olub, vasitəçilik ediriksə, heç kim də boyuna minnət qoymamalıyıq. Biz də xalqın bir nümayəndəsiyik, biz də xalqın xidmətində olan bir insanıq. Ancaq Allah'a xatir. Hər adamın da duxu üçün deyir, bax, real deyirəm, mənim etdiyim iş var ha. Hər adamın duxu üçün deyir, o gedər, belə pul yığılan işdə 1 manat götürməsin, o ailəyə dəstək olsun. O iş tək-tük adam bacarar. Yəni 1000 nəfərin 5 nəfər, 10 nəfər bacarar. Yəni bu iş elə bir işdir ki, bu işdə gərək tamahundan, tamahuva qalib gələsən, iradən olmalıdır, heç kimin puluna göz dikməyəsən. Yəni reallıq budur. Bizim rayonda İqbala da təşəkkür edirəm. Şəhid qardaşdır, Xəyal Nurinin qardaşı. Vəq canlımıza qoşulmuşdu, var olsun deyirəm. Bu işdə Sarxan canlıda cəmaatın kartına yığır, o da həqiqdə təşəkkürümüzü bildirir. Rahid Həmidli, var olsun deyirik. 2 saata 8 min xəstə uşağı pul yığan verən oğlandır, var olsun. Bəli, bu işdə elə eləməlisən ki, Allah'a xatir deyirsənsə, xəstədən imkansızdan 1 manat qazanmamalısın. Və bu gün də hamımızı, yenə Xırmandalı kəndi başda olmaqla hamını Məryəm xanımın evinə dəvət edirəm, dəstək olsun və Azərbaycanın hər bölgəsinə dəvətlidir. Təşəkkür edirəm ilk öncə. Dəstək olurlar. 20, 40, 60, 70, 80, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 100, 1, 2, 3, 4, 5. 105 manat Tərlan tərəfdən vasitəçilik eləyib yığıb, 220 manatda bir canlıda yığdıq, Allah köməkləri olsun. Görünür də yağın ki. 220 manat. Oldu 325 manat. Bugünkü məbləğ 325 manat oldu. İndi bu pulu yazılacaq bir dənə dəftərə. İndi bir dənə yaxına gəl, bir dənə zəhmət olmasa. Bax, hal-hazırda iş gedir. Ustalarımıza təşəkkür edirəm. Məşədiyə getmədən o adı qazanan oğlandı bu. Yəni yeganə insandır ki, Məşədiyə getmədən bu kətdə o adı qazanıb hamımına Məşədiyə. Etdiyi əməllərə görədir. Allah canı sağ eləsin. O qardaşın adını bilmirəm. Elsəvər də təşəkkürümüzü bildiririk. Günün istisi altında evinə çörək qazanmadan bu ailəyə dəstək olur. Var olsun deyirəm. Məhəbbət, Məşədi. Sənin adın nədir? Mən adım Səfalı. Səfalı. Niyə? Nə qayraq? O yığılıb o pul. O pula gedək materiala, ya necə? Yox, hələ bizim materialı ilə pulumuz qədərə bilmir də inşallah. Bizim pulumuzdan qalıb orada. Cavab. Günə vermiş pulumuz qalır. 3 neçə manat oradadır. 3 neçə manat oradadır.
300, 335, 38 38 manatımız oradadır. 10 Ondan dənə cəmən simit 10 dənə götürmüşük. simit gətirmişik. 300 bugün bax burada yığılan pul 220, 325 manat da əlimizdədir. İnşallah elə eləyək ki, bir dəfəlik Nəyə lazım olsa hər şey yəni xalqın köməyi ilə öz axarında gedir. əslində odur ki, bu yığılan pulu yazırıq. Bəli, bəli. Yəni bu pul indi bir dəqiqə qalacaq burada, təhvil verilir sizə. Yəni məndən Yəni Allah qoysa sabah yenəsə yox. Bəli. Sabah gəlib bir yerdə, yəni partiya bir yerdə çıxacaq, bir yerdə baxacaq. Allah sizi var eləsin, təşəkkürümüzü bildirir. Burada Molla Yəhya da olmalıdır. İndi müəyyən səbəblərdən gələ bilmir, vaxt eləyə bilmir, gələcək o. Ha? Hüzürdədir, dünən adam var. Yəni gələcək, o da burada olacaq. Yəni mən bura kəndin ağsaqqallarının yəni belə iştirakı ilə buradayam. Yəni şəffaf gedən işdə şəffaf da iş getməlidir. Kəndin ağsaqqalları olan yerdə hər şeydə bir xeyir tapmaq olur. Əsas odur, gəbəri. Ya bir dənə müəllimdən son söz götürək. Çünki xeyir dua verən ağsaqqallar. Müəllim, sonda nə söz deyə bilərsən bu xalqa, cəmaata, təbə dəstək olan insanlara? Ve sonda Bəli. bütün el obaya, qardaş bacıya, dəstək olanların hamısına minnətlərimi bildirirəm. Çox sağ olun, var olun. Böyük bir savab iş görürsünüz. Allah sizi var eləsin. Sağ olun. Təşəkkür edirik. Allah dəstək olanlara can sağlığı versin, ruzilərinə bərəkət versin. Öpürəm sizləri, var olun. Alo.